Tənəffüs etdiyimiz havadakı oksigenin mənbəyi bitkilərdir. Bitkilər günəş enerjisini insanların və heyvanların istifadə edə biləcəyi növdə qida maddələri halında qoruyur. Bu mexanizmaya fotosintez adı verilir. Bitkilər fotosintez prosesini həyata keçirərkən havadakı karbon qazını qəbul edir və onun yerinə atmosferə oksigen verir. Bu prosesin yerinə yetirilməsi üçün də günəş işığına ehtiyac hiss edilir. Nəfəs aldığımız zaman daxilimizə çəkdiyimiz oksigen fotosintezin əsas məhsuludur. Fotosintez, başa düşülməsi çətin olan kimyəvi formullar, gündəlik həyatda heç qarşılaşmadığımız kiçiklikdə say və çəki vahidləri ehtiva edən, çox həssas tarazlıqlar üstündə qurulmuş bir sistemdir. Bu prosesi adi gözlə görə bilmərik. Çünki bu mexanizm işləmək üçün atom və molekullardan istifadə edir. Bəşəriyyətin 1700-cü illərə çatdığı zaman kəşf etdiyi və bir çox mexanizması, hətta bugün belə sir olaraq qalan fotosintez ilə bitkilər milyonlarla ildir heç dayanmadan ehtiyacımız olan oksigeni, qida maddələrini və enerjini istehsal edirlər. Fotosintezin ən faydalı olduğu saatlar günəş işığının ən sıx olduğu səhər saatlarıdır. Deməli, oksigenin ən çox istehsal edildiyi zaman da yenə səhər vaxtıdır. Bu mühüm həqiqətə bir Quran ayəsində belə işarə edilir. Qaralmaqda olan gecəyə və nəfəs almağa başladığı zaman sübhə. Bu ayələrdə səhər vaxtı ilə əlaqədar olaraq istifadə olunan izə tənəffəsə ifadəsi tənəffüs etmək, nəfəs almaq, dərindən nəfəs alıb vermək mənalarına gəlir. Ayədəki nəfəs almağa başladığı zaman sübhə ifadəsi tənəffüs prosesinin ən mühüm faktoru olan oksigenin sübh vaxtı istehsal olunmaya başladığına möcüzəvi bir şəkildə diqqət yönəldir. Əlbəttə ki, bundan 14 əsr əvvəl insanlar bitkilərin fotosintez yolu ilə günəş işığından istifadə edərək oksigen istehsal etdikləri və bu prosesin sübh vaxtı başladığı həqiqətindən xəbərsiz idilər. Fəqət hər şeyin elminə malik olan uca Rəbbimiz bu həqiqəti Quranda son dərəcə hikmətli bir üslubla xəbər verir.